Mişli rayonunda dövlət qanunlarını heçə sayan və inanclı insanların hisslərinə toxunan ciddi bir korrupsiya mexanizminin qurulduğu iddia edilir. Redaksiyamıza müraciət edən şikayətçinin ittihamları birbaşa rayon rəhbərliyini və yerli məmurları hədəf alıb. İddialara görə İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rızayev və onun yaxın ətrafı rayonda nüfuz sahibi olan din xadiminə qarşı ciddi təzyiqlər göstəriblər. Məqsəd isə məscid əmlakını ələ keçirmək olub. Şikayətçi bildirir ki, İmişlidə məscidin daxilində yerləşən böyük xeyir şərifi vaxtilə məscidin axundu Hacı Adıgözəlin öz vəsaiti və zəhməti hesabına tikilib. Lakin icra başçısı və onun ətrafındakı qrupun təzyiqlərindən sonra Hacı Adıgözəl İmişli rayonundan digərgin salınıb. Canını və can təhlükəsizliyini qorumaq istəyən din xadimi isə məcbur qalaraq öz halal əmlakını dəyər dəyməzinə satıb. İddiaların ən şok tərəfi isə budur ki, həmin xeyir şərifi sonradan İmişli şəhər icra nümayəndəsi Fuad Kərimovun anasının adına rəsmiləşdirilib və bu gizli sövdələşmə üçün düz 400.000 manat vəsait ödənilib. Amma məscid mülkünün mənimsənilməsi bu şəbəkənin fəaliyyətinin yalnız bir hissəsidir. Daxil olan iddialara görə İmişli rayon icra hakimiyyətinin başçısı Bakıda oturan yüksək kinli bir məmurun adından qalxan kimi istifadə edir. Məhz bu himayədarlıq iddiası sayəsində rayonda tamamilə qanunsuz, heç bir rəsmi sənədi olmayan nəhəng bir biznes imperiyası qurulub. Şikayətçinin sözlərinə görə İmişlinin giriş hissəsində inşa edilən heç bir rəsmi sənədi və icazəsi olmayan bir mərtəbəli 1000 kvadrat metrli nəhəng ticarət mərkəzi məhz bu qanunsuz mexanizminin bəhrəsidir. Bununla da kifayətlənməyən yerli rəhbərlik hazırda İmişli rayon məhkəməsi ilə üzbəüz hissədə, şəhərin tam mərkəzində 2000 kvadrat metrli tikinti materialları obyekti ucaldır. İddia olunur ki, sıravi vətəndaş öz həyətində kiçik bir təmir işi apara bilmədiyi halda icra hakimiyyəti arxasında yüksək vəzifəli şəxsin dayandığını əsas gətirərək milyonluq qanunsuz obyektləri rahatlıqla tikdirir.